Hər vaxtınız xeyir olsun. YouTube kanalımdan hər kəsə salam. Sənə də salam Aydan. Bugün biz uşaqlar serimizin ardını davam edirik. Bəli. Sualların içində var idi ki, 4 yaşa qədər uşaqlara necə qaydalar öyrədək? Elə bu mövzu haqqında danışmaq istədim. 4 yaşa qədər uşaqlara niyə biz qayda-qanun öyrətməyə çalışırıq bu qədər? Hara tələsirik? Niyə tələsirik? Bəzən olur ki, ətrafımızdakı insanlar sən uşağa niyə tərbiyə verməmisən? Bu nə davranış sərgiləyən uşaqdır deyilməsindən qorxduğumuz üçün daha disiplinli bir valideyn oluruq. Ümumiyyətlə 4 yaşa qədər uşağa qayda-qanun öyrətmək olarmı? Psixologiyada xeyr. Yəni biz davranışını öyrədirik, oturuşunu, duruşunu. Təbii ki, uşaq 4 yaşa qədər qulaqları eşitmir. Sadəcə görür. Və 4 yaşına qədər uşaqlara qayda-qanunlar sərgiləməyə, qayda-qanunlar öyrətməyə tələsməyin əziz valideynlər. Uşaq zaten o axışın içərisində qayda-qanunları sizdən görəcək və götürəcək. Qayda-qanun dedikləri burada tam olaraq nədir? Oturuşu, duruşu, sən uşaqsan, sən qız uşaqsan, düzgün otur. Sən oğlan uşağısan, bu cür sözlərdən istifadə etmə və bu cür davranma və s. Uşaqlara orada otur, burada otur, onu eləmə, bunu eləmə o qədər öyrədirik ki, onlar üçün bir oyundur. 4 yaşa qədər uşaqlar üçün ev də bir oyundur, mətbəx də bir oyun meydançasıdır. Azaddılar, çox suallar verirlər, çox sual verməyə meyillidirlər. Təbii ki, biz məsələn özümüzü götürək, harasa gedirik, bilmədiyimiz bir yerdirsə çox suallar veririk. Bura necədir? Bu nədir? Bu nə deməkdir? Niyə bunu belə dedi? Bu şəkildə suallar veririk ki, uşaqların da bu şəkildə sual verməsi normaldır. Amma biz nə edirik? Uşaqları sustururuq. Nə qədər sual verdin? Bəsdir, eləmə. Sakit otur, düz otur. Dəcəllik eləmə deyərək uşaqların öz duyğularını, hərəkətlərini bastırmasını öyrədirik. Və bu da yanlış bir qaydadır təbii ki. Tələsməməliyik ilk öncədə və uşaqlar 4 yaşa qədər kəşf dövründədirlər. Hər yeri kəşf edirlər, hər şeyi, hər sözü, ən incə detalına qədər uşaqlar hər şeyə sual verirlər və valideynlər də burada səbirli olmalıdırlar. Valideyn olmaq birinci növbədə səbr və əzmkarlıq tələb edir. Əgər sən valideyn olaraq özünü hiss etmirsənsə, o zaman dünyaya uşaq gətirmə. Uşaqdır, sual da verəcək, üstündə batıracaq, üstünə su da tökəcək, meyvəni yerə tökərək də yeyəcək. Bunların hər biri uşaqların düzgün şəkildə yetişməsinin göstəricisidir. Sən əgər uşağı ağıllı olaraq bir köşədə otuzdurursansa və o uşaq oradan otuzdurduğun yerdən tərpənmirsə, o uşağın müəyyən psixi ləngiməsi var deməkdir. Yəni o ağıllı uşaq deyil. Daha sonra biz valideyn olaraq yemək yemədiyi zaman it aparar, səni polis sənə gələr aparar, nə bilim həkim sənə iynə vurar deyərək qorxuduruq və bu qorxutmanın nəticəsi olaraq uşaqlar itdiyi zaman polisə yaxınlaşmayacaq. Həkimə getdiyi zaman çox ağlayacaq. Və daha sonrasında biz uşaqları təzadla böyütməməliyik. Uşaqlara yalan danışmamalıyıq. Uşağı təzadla böyüdürük. Əvvəl həkimlə və yaxud da polislə qorxuduruq. Daha sonra polisin bizi qoruduğunu, həkimin isə bizi sağaltdığını deyirik. Uşaqda burada təzad olduğuna görə bu uşaq daha sonrasında sizin dediyiniz heç bir sözə inanmayacaq. Güvən problemi yaranacaq və sizə güvənmədiyi üçün də sizin qaydalarınızı, qanunlarınıza əməl etməyəcək. Ona görə də əksər uşaqlar davranış pozuntusundan əziyyət çəkir. Əslində uşaqlar davranış pozuntusundan əziyyət çəkmir. Valideyn davranış pozuntusu sərgilədiyi üçün uşaq da onu təqlid edir sadəcə. Uşaqlara təbii ki, davranış pozuntusu diaqnozunu qoymaq çox asandır. Davranış pozuntusunun kökü nədir? Valideynin təzadlı şəkildə uşağı böyütməsi, yalan danışması, o uşağa güvən verməməsi uşaqda gətirir davranış pozuntusuna çıxardır. Və bir də yox olmaz sözlərini 4 yaşa qədər uşaqlara demək olmaz. Yox olmaz sözünü uşaqlarda qıcıq yaradır beyində və sənin yox dediyin, olmaz dediyin hər şeyi edirlər. Bunun əvəzinə biz sehirli sözlərdən istifadə etməliyik. Məsələn, eləmə sözü ola bilər, dəymə sözü ola bilər və yaxud da olmaz və yox sözündən başqa hər bir sözdən istifadə edə bilərik. Axı mə, inkar cümlələri var sonunda. O necə? Sehirli söz dediyimiz
Eləmə sözünü hər dəfəsində deyiriksə, bu sözün sehri qaçır və uşaq sənin o eləmə dediyinə baxmır, elə edir. Məsələn, kəsici deşici bir bıçaq götürür, qayçı götürür, uşağı öz qardaşını, bacısını döyür və yaxud da əlini toka salmaq istəyir, peçə vurmaq istəyir. Bunların hər birində sehrli sözlərdə sadəcə təhlükə anlarında istifadə etməliyik uşağa. Yəni hər uşaq oturdu, eləmə, ona əl vurdu, eləmə, qaçdı, eləmə, bu sözü dedi, eləmə, sual verdi, eləmə deyiriksə, eləmə sözünün sehri qaçır və uşaq buna qıcıq yaradır. Bayaqki mamə şəkilçisi kimi. Amma uşağa biz sadəcə təhlükə anında dediyimiz sözlər ki var, bu zaman artıq uşaq təhlükənin nə demək olduğunu anlayır və onu etməməyə çalışır. Yəni biz burada artıq bir balans yaratmış oluruq. Və uşaq da belə bir varlıqdır ki, nə qədər görülmürsə, özünü göstərmək istəyir. Əgər ağıllı olaraq uşağı biz görmürüksə, uşaq da başlayır özünə aid olmayan, öz xarakterinə, xasiyyətinə aid olmayan davranışlar sərgiləməyə. Çox ağıllı uşaqdır əslində, amma dəcəllik eləməyə başlayır. Hiperaktivlik edir, evin içində qaçır, nəyisə sındırır, uşağı vurur, nəsə bir təhlükəli işlərə əl atır. Niyə? Çünki uşaq görülmək istəyir. Biz əgər uşağı təqdir edəriksə, sevgi göstərəriksə, onu görəriksə, uşaq davranış pozuntusuna da əziyyət çəkməz. Aşırı hiperaktiv də olmaz və özünü ora-bura vurmaz ki, valideyn onu görsün. Sadəcə rahat bir həyatını yaşayar. Bu da valideynlərin etdiyi səhvlərdən biridir. Uşaqlarımıza düzgün şəkildə sevgini verməyi bacarmalıyıq. Mənim qaynana ilə, qaynata ilə problemim varsa, mənim işdə problemim varsa bir ata olaraq və yaxud da mənim öz yoldaşımla, öz xanımımla, kişi ilə, qadınla problemim varsa, bunu uşağa yansıtmamalıyam. Atasına əsəbləşib uşaqdan onun hirsini çıxmamalıyam. Anasına əsəbləşib bunu uşaqdan hirsini çıxmamalıyam. Mən bilməliyəm ki, uşaq bunu dərk etmir. Uşağın bir yaş dönəmi var və yaş dönəminin özünün spesifik bir davranışları var. 4 yaşa qədər uşaq hiperaktiv olur, oyun meydançası olaraq görür hər yeri, oyun oynamaq istəyir, çoxlu suallar verir, kəşf edir, bilmədiyi hər bir şeyə əl atır. Mən edim formalaşmağa başlayır 3 yaşdan, yəni mən özüm edim, mən yeyim, mən içim. Uşaq üstünü batırada bilər, suda tökə bilər paltarına. Meyvəni yerə tökərək də yeyə bilər, dediyim kimi. Yeməyi üstünə başına tökərək də yeyə bilər. Bunların hər birinə valideyn səbirlilik, verilişin də əvvəlində dediyim kimi, valideyn olmaq səbr və əzm tələb edir. Uşaq nələrisə edirsə, müəyyən səhvləri edə-edə bizə görə səhvdir. Amma uşağa görə bu çox normal bir davranışdır. Uşaq da hər bir şey edə bilər. Evin içərisində qaça da bilər, topla da oynaya bilər. O onun öz istəyidir və biz buna uşağı nə qədər azad şəkildə böyüdəriksə, o qədər də qayda qanunlara, disiplinə uyan bir uşaq yetişdirmiş olarıq gələcək yaşlarda. Amma bəzən də belə olur ki, uşaq sakitcə bir yerdə oturanda, adi hər kəsin qucağına gedəndə yaxşı uşaqdır, hamının qucağına gedir, ağlamır heç, çox sakit uşaqdır. Amma Əvvəldən uşağa yox deməyi öyrətmirik də. bəli, böyüyəndə də daha sonra ünsiyyət qurmayanda, özünə qapanıq olanda şikayətlənirlər ki, niyə mənim övladım belədir? Bəli. Uşaqlara öz bədənlərini qorumağı öyrətməliyik. Bunu öncəki efirlərimizdə də demişik. Uşaqlara əmisi daxil, babası daxil, əks cins toxunmamalıdır. Uşağın toxunmamalı olan nöqtələrini uşağa izah etməyi bacarmalıyıq. Ona travma olaraq yox, bax sənə əmin birdən əl vursa, belə elə ha, yox. Sadəcə uşağa travma yaşatmadan, təşviş, həyəcan vermədən, sadəcə əks cins, yəni qardaşın, atan daxil və yaxud da əmin, dayın, bax sənin bu nöqtələrinə toxunmamalıdır. Bu qayda belə olmalıdır. Yəni uşağa birdən toxunar sənə, birdən belə edər, mənə gəl tez xəbər elə. Yox, düzgün şəkildə bu qayda bu cür olmalıdır. Öyrətsək, uşaq həm özünü müdafiə etməyi öyrənəcək, həm əvvəldən yox deməyi bacarmalıdır. Valideynlər bizə yox deməyi öyrətmədiyinə görə biz o vaxtdan o ora çağırırdı, gedirdik. Bu bura çağırırdı, gedirdik. O deyirdi, gəl bunu belə elə, edirdik. Buna görə də bugün biz 30'lu yaşlarımızda yox deməyi öyrənməyi seçirik. Uşağa təməldən yox deməyi, sənin öz seçiminin olduğunu göstərsək, sənin öz seçim haqqın var. Sən istədiyin zaman bunu edə bilərsən, istədiyin zaman edə bilmərsən. Sənin bu qayda qanunların var, sən buna uymalısan kimi bir disiplin yaratsaq, o zaman uşaq tərbiyəsi o qədər də çətin görünməz gözümüzə. Valideynlər düzü bunu biraz
abartır ki, valideyn olmaq, uşaq yetişdirmək çox çətindir. Əslində hər yaş dönəminin özünün müəyyən spesifik davranışlarını və psixologiyasını, yaş psixologiyasını bilsək, uşaq yetişdirmək o qədər də çətin deyil. Bir də ki, belə bir ailələr də olur ki, valideyn özü öyrəndiyi bir şeyi, bu daha çox şiddətdə belə olur, öz övladına edir bunu. Amma daha sonra isə övladı böyüyüb başa çatanda da deyir ki, misal üçün də sən uşaq vaxtı mənə şiddət etmişdin. Bundan boyun qaçırırlar. Ya deyirlər ki, yaxşı etmişəm, etməsəydim indi belə olmazdım. Qızına döyməyən dizinə döyər. Bəli. Və yaxud da ki, xatırlamıram, yalan deyirsəm, əlli şey etməmişəm, boynundan atır. Və şiddətdən əlavə də bir də bunu demək istəyirdim. Yəni bunlara təbii ki, izah istəyirəm sizdən. Bu hal nəyə görə yaranır? Ümumiyyətlə nəyə görə bundan boyun qaçırırlar və yaxud da ki, özlərini bir növ hər iki cəhətdə də haqlı çıxarırlar. Bir də ikinci cəhətdə isə belə olur ki, valideyn öz övladlarının maraqlarını çox belə göz ardı edir. Ümumiyyətlə heç necə deyim, nə isə edəndə belə onda belə şiddət törədirlər və yaxud da dinləmirlər, anlamırlar. Öz istədiklərini yerinə yetirmək istəyirlər və böyüyəndə də uşaq artıq bunları etmək istəyir, içində o maraq olur. Amma həvəs olmur. Artıq sanki yorulur. Öyrənilmiş çarəsizlik. Bəli. Artıq sanki yorulur və addım atmağa belə cəhd etmək istəmir. Bəli. Birinci növbədə biz bunu öz valideynimizdən də gördüyümüz üçün doğru tərbiyə metodu belə olmalıdır öyrədiblər bizə. Bax, mən o vaxtı səni döyməsəydim, sən belə oxumayacaqdın deyərək və mən də artıq bilirəm ki, mən uşağımı döyməsəm, ona şiddət göstərməsəm, o da oxumayacaq. Yəni bu şəkildə biz valideynlərdən miras olaraq davam etdiririk tərbiyə metodikasını. Amma müasir valideynlər buna yox deməyi bacarmalıdır. Bu mirası dayandırmalıdır. Birinci sualına gələndə, nə olursa olsun uşağa yalan danışılmamalıdır. Döymüşəmmi? Bu səbəbə görə döymüşəm, səhv etmişəm, anlayıram səni, mən sənə travma vermişəm, mən səni bəzən o ki, haqsız bir yerdə yargılamışam, haqsız şəkildə səni dinləmədən sənə şiddət göstərmişəm, bəlkə də sənin orada heç bir günahın yox idi. Bu şəkildə uşaqlara biz qarşımıza qoyub səhv olduğumuzu başa salsaq, sən də bax, burada bu hərəkət eləmişdin, bilirəm səhv etmişəm, bunu sənə başa sala bilərdim, amma bunu şiddətlə sənə göstərmişəm. Üzr istəyirəm buna görə, səhv etdiyimi bilirəm deyərək biz özümüzü uşağa anlatsaq, uşaq bizi anlayar və bizi bağışlayar. Biz boyun qaçırdığımız üçün bugün valideynlərlə bağ kəsmə çalışmaları edirik. Valideynlərə deyə bilmədiyimiz sözlərimiz olur. Bəzən valideynlə danışanda qəhər boğur, bəzən valideynlə danışanda içimizdəki o hirs duyğusu yenidən yaranır. O hadisəni xatırlayanda yenidən aqressivləşirik. Amma adi özümüzdən götürək də, bugün mən sənə bir səhv etmişəm və bunun səhv olduğunu bilirəm. Mən bunu sənə etiraf edərəmsə, sən daha çox yumşalarsan, daha çox məni tez bağışlayarsan. Nəinki sənə aydan yaxşı eləmişəm, sən haqq etmisən ki, mən etmişəm və yaxud da ki, ümumiyyətlə heç etməmişəm, yalan danışırsan, ağlında səhv qalıb deyərək səni daha çox aqressivləşdirərəm. Eyni şəkildə də uşaqlar da belədir. Yəni, burada bir püf nöqtə varsa, uşağa yalan danışmamalıyıq və uşağa özümüzdə necə davranılmasını istəyiriksə, uşağa da o cür davranmalıyıq. Çünki uşaq da bir şəxsiyyətdir. Uşaqdır deyərək göz ardı edirik. Uşaqdır yadından çıxar deyə bir şey yoxdur. Uşaq hər şeyi yadında saxlayır. O yadında saxlamasa belə şüuraltısında bu qalır. Mənfi kodlarla böyüyən bir uşaq daha sonrasında özünü tapa bilməyən, özgüvəni olmayan və xoşbəxtliyini kənarda axtaran bir insana çevrilir. Bəs bunu necə qaydasına salmaq olar? Valideyn valideynliyini bilməlidir. Bəs hazırda misal üçün elə bir gənc deyək, bu aşamadan keçib, bu mərhələləri artıq başa vurub, hazırda o dediyiniz mərhələyə gəlib özünü tapmaq istəyir, özgüvənsizdir, özünü sevə bilmir, çətinlik çəkir, xoşbəxtliyi kənarda axtarır və bununla necə mübarizə aparmalıdır? Valideyni sağdırsa əgər, qarşısına keçib bunu danışmalıdır. Uşaq yaşında mənə etdiyin bu davranış məndə bu cür hasarlar yaradıb, məndə bu cür travmalar yaradıb. Mən bugün özümü tapa bilmirəm, xoşbəxtliyimi tapa bilmirəm, kim olduğumu bilmirəm, nə istədiyimi bilmirəm. Oturub danışmalıdır. Onu anladı, anlamadı fərqi yoxdur və bir şey də bilməlidir ki, keçmiş dövrün qadınları və bəyləri, atadan da bu ala bilər bu travmanı. Bilin ki, Sovet dövrünün insanları
daha çox özünü haqlı görən, təsdiq axtaran, çünki daim onlar da günahlandırılıblar öz valideynləri tərəfindən və ona görə də öz avtoritarlığını, öz sözünü deməyi sizin üstünüzdə sərgiləyiblər. Və əslində onların sizlə bağlı bir problemi deyil, özü ilə bağlı bir problemidir. İçində özünü təsdiq etməyə çalışır. Mən sözümü dedim, kimsə mənim sözümə uydu, kimsə məni eşitdi, mənim qayda-qanunlarım keçərlidir deyir. Çünki valideynləri o insanı göz ardı edib. O vaxtın uşaqlarına baxaq biz. Əlinə bir çörək verirdilər, hamı gedib tarlada falan işləyirdi. Uşaq heç acdı, susuzdu, harda böyüdü, necə böyüdü, valideyn bilmirdi. Və bu uşaqlar da görülmək istəyiblər. Sözünün keçərliliyini istəyiblər ki, sözü keçərli olsun. Və buna görə də bu gün o valideyninə edə bilmədiyini övladına edir. Kimin kimə gücü çatdı misalı. Və bilin ki, əgər belə bir ailədə böyümüsünüzsə, o ailənin sizlə bağlı bir problemi yoxdur. O ananın səninlə bağlı bir problemi yoxdur. Və ya o atanın səninlə bağlı bir problemi yoxdur. Onun öz içində bir savaşı var. O savaşın qurbanı olursan sən, təəssüf ki. Buna görə qarşındakı insan səni anlamasa belə yenə də danış, öz hisslərini bildir və daha sonra isə valideyni rəhmətə getmiş və yaxud da valideyni onu anlamayan bir qız və ya oğlan nə etməlidir? Yazma. Valideyninə demək istəyib deyə bilmədiyin nə sözün varsa, o travmanı xatırlayanda, o hadisəni xatırlayanda hansı hissi keçirirsənsə, onların hər birini bir vərəqə yaz və daha sonra onu yandır. Gözünü yum, kənara çəkil, meditasiya musiqisi aç. Qarşında ananı və yaxud atanı, o hadisəni sənə kim yaşadıbsa, onu qarşında təsəvvür et. Yenə də yazdıqlarını dilə gətir bir-bir, sanki qarşındadır, səni anlayır, dinləyir və sənin onu anladığını, Sovet dövrünün insan olduğunu, əslində elə bir valideyn tərəfindən böyüdüldüyü üçün səni elə böyütdüyünü, əslində valideynin də ona elə davrandığı üçün sən elə davrandığını fərqinə var. Onu bağışla, özündən azad et və daha sonra isə öz kəşfinə yönəl. Bu zaman ən böyük xoşbəxtlik elə burada başlayacaq, özünü kəşf etməkdə. Bu günlük də deyək, bu qədər. Bəli, deyək. Mövzularımız çox maraqlıdır, çox danışmaq istəyirəm, amma Bəli. müddət çox olduğu zaman izləyicilərimizi də yormaq istəmirəm. Eynilə. Amma bu uşaq-valideyn münasibətləri yenə digər mövzularımızda davam edəcək. Hətta deyərdim ki, bu ayki bir Bəli. çox verilişləriniz də yəni bundan Çünki ibarət mən olacaq. belə suallara baxıram, görürəm ki, biz nə qədər münasibətlərdən və digər problemlərdən, gündəlik qlobal problemlərdən danışsaq da, bunların hər birinin kökü uşaqlıqdır. Valideyn olaraq sən uşağını necə yetişdirəcəksənsə, o bir fərd olaraq da sənə geri dönəcək. Bu gün o xoşbəxt olmayan övladımız, qızımız bizim nəticəmizdir əslində. Biz səbəb olmuşuq onların elə olmağına, təəssüf ki. Bəli, təəssüf ki. O zaman hələlik Zəhra xanım, Hələlik gələn verilişinizdə görüşərik. növbəti verilişdə görüşərik.